Fevralın 24-ü Toplum TV iş üzrə həbsdə olan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın doğum günüdür. Onun 30 yaşı tam olur. Əli Zeynal 2024-cü ilin martın 6-sında Toplum TV-yə qarşı keçirilmiş əməliyyat zamanı saxlanılıb. Məhkəmə proseslərinin birində Əli Zeynal həbsinin birbaşa Prezident İlham Əliyevin sifarişi olduğunu, məhkəmələrində ədalətlə yox, sifarişə qərar verdiyini bildirmişdi. Həbsdə olduğu təxminən 2 il ərzində Əli Zeynal dəfələrlə saxlanıldığı Bakı İstintaq Təcridxanasındakı qeyri-sanitar şəraiti və başqa problemləri ictimailəşdirib. Həmçinin Ədliyyə Naziri Fərdi Əhmədova açıq məktub yazıb. O, buna görə bir neçə dəfə cərimə kamerasında salınıb. Əli Zeynal ictimai siyasi fəaliyyətinə 2014-cü ildə 18 yaşında Nida Vətəndaş Hərəkatına üzv olmaqla başlayıb. 2016-cı ildə Demokratik Təşəbbüslər İnstitutunun təşkil etdiyi jurnalistika təlimlərində iştirak edib. Məhkəmələrin birində o deyib: 2014-cü ildə gənc siyasi məhbusların siyahısında siyasi məhbus olub az da olsa vicdanımı sakitləşdirmək, üzərimdə hiss etdiyim etik borcun ağırlığını az da olsa azaltmaq istəyirdim. Qismət o dövrdə yox, 10 il sonra növbəti repressiya dalğasında siyasi məhbus olmaq imiş. Nə yaxşı ki, bu dəfəki siyasi repressiyada dostlarımın, müəllimlərimin, əqidə yoldaşlarımın təkcə mənəvi olaraq, sözlə yox, həm də fiziki olaraq yanlarındayam. Əks halda bu mənim üçün çox çətin olardı.